deməli, əziz dostlar, bura Göygöl Milli Parkıdır. Gördüyümüz bax bu yuvalar isə tülkülərə məxsusdur. Onların burada bir neçə fərd olduğunu müşahidə etmişik və bu əraziyə də indi gizli kamera quraşdıraraq onların həyat tərzini öyrənməyə çalışacağıq. Onlar içəridə də ola bilər. Hazırda ərazidə qida axtarmaq üçün müxtəlif yerlərdə də yuva bir ailəyə məxsusdur. Ancaq bunlar deməli yuvanın bir neçə çıxışlarını hazırlayıblar. Bu yəqin ki onların ehtiyat çıxışları və yollarıdır. Nəticədə bu yuvalar, bu yollar hamısı eyni nöqtəyə girir.